Sarımsağı əz, zeytun yağı ilə qarışdır. Bir həftə saxladıqdan sonra saçlarına vur. Saç köklərini gücləndirəcək, saç tökülmənə anında son qoyacaq, seyrək saçlarının yerinə saç çıxardacaq, saç uzanmasını sürətləndirəcək və saçlarını gür və həcmli eləyəcək. Necə hazırlayıb, necə istifadə eləyəsən, ekrandakı ürəyi qızart və profilin üzərindəki plus işarəsinə toxun. Götürürsən bir baş sarımsağı yaxşı-yaxşı qabığını soyub əzirsən. Əzdiyin sarımsağın üstünə bir stəkan zeytun yağı əlavə eləyib qaranlıq yerdə bir həftə saxlayırsan. Sonra hər dəfə saçlarını yumamışdan yarım saat öncə saç köklərinə və saç uzlarına bu qarışımı yaxşı-yaxşı vurub barmaqlarınla masaj edirsən. Sonra yarım saatdan sonra saçlarını yuyursan. İlk istifadədən fərqi hiss eləyəcəksən. Bu videonu hər kəslə paylaş və mütləq qayd elə ki, video yadından çıxmasın. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan əzza üçün bal oğlanlar hər zaman sağlam qalasın.